Əzizlərim, hər birinizi xoş gördük. Bugün yenilenmiş bir enerjidəm və üzümdə də çoxlu böyük bir səvindilər baş verib, transformasiyanın neçələr. Deməli, bugün sizinlə ilk öncə olaraq əzizlərim YouTube layihəsində maraqlı olaraq bürc yorumlarına başlayacağıq. Və birinci, ilk öncə olaraq Qoç bürcündən başlayacağıq və Qoç bürcünün önümüzdəki olacaq may ayına proqnoza baxacağıq və istifadə etdiyim sadə tarot kalotu olacaq və həmçində Salvador Dali'nin özünün yaratdığı tarot kalodası olacaq. Və ona görə indi belə deyək də astroloji olaraq Qoç bürcündəsiz, yəni Qoç bürcünün ayına aid olacaq doğuşda gəlmişsiniz və yaxud da ki astroloji olaraq müəyyən günəş ascendentiniz əgər Qoç bürcündədirsə, o kəslər bu videonu izləyəcəkdir və bu video kəslər üçün keçərli olacaq əzizlərim. Əgər ascendentinizin də Qoç bürcündə olduğunu bilmirsinizsə, təbii ki müəyyən belə deyək də astrolog konsultasiyasında olduqda bilgiyə bilərsiniz və yaxud çoxlu onlayn sosial platformalar var ki, aradakı doğum tarixinizi və saatınızı qeyd edəcəksiniz. Və indi biz baxırıq sizdən tarotda Qoç bürcü altında doğulanlara. Görək sizi qarşıdakı olacaq may ayında hansı proseslər gözləyir. Bu kart açılımı ümumidir, hər kəsdə keçərli olmaya bilər. Əgər mən baxarkən, yəni sizə məlumat verərkən özünüzlə müəyyən oxşarlıq hiss edirsə baxacaqsınız, yoxsa baxmayacaqsınız və s. deyil. Getdik, Qoç bürcünü may ayı üçün nələr gözləyir? Qəşəng. Wow. Fonda da qəşəng musiqi gedir. Dinləməyiniz üçün. Wow. Qoç bürcünə efsane bir şeyler gözləyir. Son iki kartı da açırıq. Və bununla belə sizə adını alırıq. Okey, əla. Birincisi, əzizlərim, bürclərin yorumuna nəydən başlayacağıq? İlk öncə olaraq may ayı üçün sizi nələr gözləyəcəkdir? May ayında başınıza gələn hadisələr nəydən ibarətdir? Burada əzizlərim, Tılsım kraliçası ilə açırıq. Birinci başlığı deyir. Burada tarotu izləyənlər də əgər baxırsa, tarotu oxuyanlar da varsa, nə möhtəşəm bizə. Və indi keçirik yorumlar hissəsinə. Birincisi, Qoç bürcündə doğulanların may ayında total qlobal olaraq əgər baxsaq, pulla bağlı, uğurla bağlı, özünüzün hansısa belə deyək, yeni işə başlamaq anlayışım olsun, yeni pulla belə deyək, sahə ilə maraqlanmaq olsun, bu çox aktiv olacaq. Nə mənada əzizlərim? Tılsım kraliçası olacaq şəxsiyyət, yəni xanımlar baxır və baylar baxırsa, bu kartın yorumu ondan ibarət olacaqdır ki, birincisi bu ay may ayı sizin qarşınızda duracaq əsas məsələlərdən biri odur ki, Tılsım kraliçasına əsasən biz burada kimi görürük? Maddi, bolluq, bərəkət içərisində yaşayacaq bir qadın, hansı ki, heç bir maddi, belə deyək, proseslərə, statusa ehtiyacı yoxdur. Yəni artıq pula sahibdir. Pulu nə cür idarə etmək lazım olduğunu bilir. Və yox, maddi maraqlar anlayışı, yəni sırf pulu da aid etməyəcək bura. Elədiyi hər işdən özünün xeyrini güdən birisi, özünün maddi gəlirlərini, ruhani gəlirlərini. Yəni, Tılsım kraliçası biraz maddi aləmə aid edir. Ona görə bizim həyatımızda bizi aid edir. Maşınımı almaq istəyirəm, evimi almaq istəyirəm, uğurlu karyeramı etmək istəyirəm, statuslu birisimi olmaq istəyirəm. Bu Tılsım kraliçasına aiddir. Və may ayı sizə söylüyor ki, sizi bax bu proseslər gözləyəcək may ayında. Bu cür həyatınızda Tılsım kraliçası başda gəldisə, belə deyək, sizin dəyişim və dönüşümünüz, həyatınıza gələcək yeniliklər, bax, bu olacaqdır. Buna sizin hazırlanmağınız lazımdır. Və buradakı kartlar elə bir məqamı bizə göstərir ki, ilk öncə olaraq bir deyəyim. Bizə elə bir məqamı göstərir ki, bununla bağlı may ayında sizə kömək edən insanlar tapılacaq. Sizə yardım edən, sizə dəqiq
Bu işte bunu belə elə, bunda bunu elə. Yəni hiss eləyəcəksiniz ki, siz burada tək deyilsiniz. Sizə kənardan bayağı bir kömək gəlir, dəstək gəlir və bu əslində yüksək qüvvələrin sizin həyatınıza dəvət edəcəyi insanlar vasitəsilə köməkdir. Bunu görməyiniz lazımdır və sizin özünüzü çox belə bir hala gələcəksiniz ki, harda ki artıq kök salmısınız, harda ki özünüzün statusunuzu hiss edirsiniz, özünüzlə qürurlanırsınız, yəni özünüzə qiymətli bilirsiniz özünüzü. Bu proseslər yenilənmə doğru içinizdə baş verəcək. Müəyyən məqamda hansısa ailəvi proseslər var ki, ailəvi proseslərə geri dönüşmə olacaqdır, ailə ilə yeni kontaktların yaradılması olacaq, ailə ilə münasibətlərə yeni səviyyədən baxmaq yaranacaq və sənədlərlə bağlı hansısa proseslər, prosedurlar olacaq, məhkəmə hadisələrim olsun, sənəd imzalamaq, vacib, belə deyək, dövlət strukturları ilə, orqanları ilə məşğul olacaq bir proses var. Və bu prosesdə də yenə sizə müəyyən dəstək və yenə stabillik görsənir. Hansısa, belə deyək, bitirmədiyiniz işlər varsa, may ayında bunu bitirəcəksiniz. Yəni, rəsmi sənədlər tamamlanacaq, siz özünüzün müəyyən, belə deyək, stabil halınıza gələcəksiniz, həyatda rahatlanacaqsınız ki, hay, bunu da gördüm, rahat. Sonra isə kartlar bunu söylüyor ki, may ayının ortalarına, may ayının sonlarına yaxın sizin özünüzlə bağlı, həyatınızla bağlı müəyyən bir sir ortaya çıxacaq. Və bu sir ilk öncə olaraq sizin daxili gücünüzün oyanmağına və həyatınızda, belə deyək, xanımlar baxırsa, yeni bir insanın, yeni bir sevginin, yeni bir kişinin, bəylər desə yeni bir xanımın, belə deyək, yəni özümüzə təsirini göndəririk, həyatınıza gələcək. Yeni bir münasibət dönəminə daxil olacaqsınız və bu münasibət sizin ilk öncə olaraq özünüzdə sirli, agah olmayan tərəfləriniz var ki, onları sizə açacaq, göstərəcək, sizin, belə deyək, içinizdəki gücü çıxardacaqdır. Bu münasibət, İrafanda da görürük deyə, təbii ki, göylərdən olan bir tali, qismət anlayışındadır ki, və hətta İrafandın nəzərinə də baxsaq, bu yaranmış münasibətlər sizə ciddiyə doğru dəyişə bilər. Yəni, ciddiyə doğru gedəcək bir proseslər ola bilər. Sonraki bir prosesdə isə, burada çıxan kartların, belə deyək, göstərməsi, çünki qüllə çıxır və hansısa içinizdə yarım qalmış, natamamlanmamış proseslər var ki, hansı ki sizə biraz özünüzü uşaq məsilətdirir, hələ bu mövzuda yetişməmisinizmi, əmək sərf etməyinizmi gərək olacaq, müəyyən bir prosedurlarda, belə deyək, bəlkə də kənardan durub gözləmək lazım olacaq. Bu, belə deyək, qüllədən qorxmaq lazım deyil, çoxları başla da, yəni qüllədən qorxurlar bu kartda gələndə. Bu kartın göstəricisi simvoludur ki, həyatınızda çox böyük dəyişimlər baş verəcək, güclü transformasiyalar olacaq. Bu transformasiyalar, yəni elə bir prosesdə olacaqdır ki, sizin özünüz eləyəcəksiniz. Yəni, Qılınc prensinə əsasən baxsaq, siz özünüz bu transformasiyanı həyatınıza dəvət eləyəcəksiniz, çoxdan dəvət eləmək istəmirsinizmi? Və bu transformasiyadan sonra sizin həyatınızda, belə deyək, müəyyən, belə deyək, kənardan durub baxmaq ki, bax, indi bu proseslər məsəl üçün sonlandı mı, sıfırlandı mı, dəyişiklik oldu və mən kənardan baxıram ki, indi bu situasiyalardan nə etməliyəm, nə cür etməliyəm və burada müəyyən fikirlərə çox qapılmağınıza ehtiyac yoxdur, çünki növbəti kart onu göstərir ki, direkt sizə kömək gələcək, direkt əlinizdən tutanma deyək və yaxud bu prosesləri, belə deyək, daha müsbət hala gətirəcək bir proseslər baş verəcək. Və kolodanın, belə deyək də, dibində biz görürük ki, bu kart dayanır və onun altında da ulduz kartı, çox qəşəng. Bu kart əslində onu göstərir ki, ümumi olaraq əslində proseslər sizə bəlkə də biraz süründürücü mü gələ bilər, bəlkə biraz ağır mı gələ bilər. Çünki bu onu göstərir. Və mən istəyirəm ki, sizə biz bu kartı açaq ki, çünki başlanğıc, belə deyək, özünüzü kodlama və kartın göstəricisi budur ki, bunlar sizə ağır gəlir. Və bunu həll etmək üçün, bax, bu prosesi harada ki, mən biraz öz üzərimdə daşıyıram, məsuliyyət mənim üstümdədir. Çünki mayda, belə deyək, gözəl transformasiya gözləyir ki, harada ki, siz bunu açacaqsınız. Harada ki, yük üstünüzdən düşəcək və sürünməyə artıq deyil. Arzularınızın reallaşmağına doğru gedəcəksiniz, əziz qoyucular. Mən istəyirəm növbəti bir dənə də kart açaq ki, sizə müəyyən, belə deyək, kartlardan məsləhət olsun ki, bax, bu ağırlıq məsələsini mən nə cür həll edeyim ki, həqiqətən ulduz kartı tez reallaşsın və may ayındakı olacaq bütün bu yeniliklər mənim həyatımda doğru düzgün gəlsin. Aha, bu kartın izahatına gedirik və çıxan karta baxırıq. Məsləhət nədən ibarətdir, əzizlərim? Məsləhət ondan ibarətdir ki, biz burada görürük, sürünən adam. Kupa. Bəziləri dağılıb, bəziləri qalıb və
Yəni bu adam ümidləri puça çıxıb. Əslində sevgi ilə gəlmişəm, əslində çox da gözəl niyyətlərim var. Amma məndən asılı olmayaraq qarşı tərəfdən də nədənsə də bu alınmadı, mən gözləntilərim doğrulmadı. Və ikili kupa, biz kütlükləri görürük, kütlüklərin qarşı-qarşıya dəyməğini görürük. Bu kart əslində barışmaq, geri dönmək, çoxdan ünsiyyət saxlamadığınız insanla yenidən ünsiyyət saxlamaq, yenidən barışmaq, sevgili münasibətlərində həqiqətən bəlkə kiməsə yenidən rast gəlmək və yaxud kimlənsə ümumiyyətlə münasibətlərinizin bərpa olunmağı, köhnə keçmiş partnerlarınızın geri dönməsi anlayışını verir. Və biz deyəndə ki, bu kartı nə üçün açaq ki, bu proseslər rahat olsun. Burada kartlar sizə göstərəcəkdir ki, bunu asanlaşdırmaq üçün içəridə puça çıxartdığınız və özünüzün, belə deyək də, ay bu alınmaz, ay bu olmaz verdiyiniz qiyməti dəyişmək və barışığa yönəlik olmaq. Yəni içinizdə özünüzlə barışmaq birinci. Və ondan sonra artıq sizin həyatınızda bax bu qalxacaq. Yəni sizin üçün artıq sürünmək deyil, eynən içə doğru eniş və həyatınıza doğru gələcək yeni addımlar, yeni təkliflər, yeni sevgi. Bu proses gözləyəcək. Musiqi açılığına görə üzr istəyirəm. Evdə təkik, ona görə YouTube'da reklamları deyə dəyişmə məcburiyyətindəyim. Yəni, ümumilikdə əzizlərim, Qoç bürcü üçün may ayı sizi bax bu proseslər gözləyir. Ümid varam ki, müəyyən yaxınlıq tapa bildiniz. Müəyyən bir şeylərə bəlkə də sualınıza cavab vermiş oldunuz və may ayında da həqiqətən bu proseslər yerinə yetdikdə videonun altında, komment hissəsində Rəna, təşəkkürlər, oldu, olmadı və ümumiyyətlə öz rəylərinizi, kommentlərinizi bildirmək istəyəcəm. Kanala həqiqətən abunə olmağınızı istəyəcəm, paylaşmağınızı istəyəcəm. Çünki bu kanalda çoxlu spiritual, şamanik mövzuda sizin özünüzü dərk etmək, həyatınızı daha da asanlaşdırmaq, yüngülləşdirmək, xoşbəxt etmək üçün çoxlu video məlumatlar olacaq. Ümid varam bu məlumat da sizin üçün belə deyək, xeyirli oldu. Mənim yeni belə deyək, layihəmdir. YouTube'da tarot analizi ilə bağlı və bütün bürclərin analizi gələcək. Digər bürclər də səbirli olun. Hissə-hissə videoları yükləyəcəm.